Valideynlərdən və şagirdlərdən ən çox eşidilən narazılıqlardan biri ev tapşırıqlarının çoxluğu və çətinliyidir. Bir çox uşaq məktəbdən yorğun qayıdır, dərs kitablarını görmək belə istəmir. Bəziləri valideynlərin köməyi olmadan tapşırıqları yerinə yetirə bilmir, bəzilərinə isə valideynləri belə köməklik göstərməkdə çətinlik çəkir. Valideynlər deyirlər ki, 1-ci və 2-ci sinif şagirdlərinin belə bəzən 2-3 saat masa arxasında oturub ev tapşırıqları eləməsi nə psixoloji, nə də fiziki baxımdan düzgündür. Bu, uşaqlarda dərsə qarşı istəksizlik, stres və hətta öyrənmədən uzaqlaşma halları yaradır. Dərs çox çətindir. Mənim institutda keçdiyim riyaziyyat dərsi, əgər bugün 11-ci sinifdə, 9-cu sinifdə salınıbsa, bu uşaq akademik riyaziyyatçı ola bilməz. Bunu birazca asanlaşdırmaq lazımdır. Riyaziyyatçı olmaq istəyən gedib institutda oxuyacaq, riyaziyyatçı olacaq. Mən fizikanı o qədər yaxşı bilən insan olmuşam, amma fizikanı indi açanda mən qorxub ağzımı bağlayıram. Çünki mən deyə bilmirəm mən fizika bilmişəm. Çox çətindir. Çox dəhşət çox. Qabaq biz oxuyanda elə deyildi, indi ancaq elədir. Uşaqlar necə başa çıxırlar bundan? Çıxırlar da, axır oxuyurlar. Məsələn, biz 3-də 4-də keçdiyimiz fənlər elə bil 1-də 2-də keçirir. Bax, oradadır. İbtidai sinifin yazısı nədir? Orada elə şeylər var ki, biz onu yuxarı siniflərdə keçmişik. Kurikulumun mahiyyəti uşağın düşünmə, analiz etmə və nəticə çıxarma bacarığını formalaşdırmaq olsa da, bəzi hallarda müəllimlər sistemi sadəcə kitabdakı tapşırıqları yerinə yetirmək kimi anlayırlar. Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyir ki, 1-ci sinif şagirdlərinə verilən ev tapşırıqlarının hazırlanma müddəti 1 saatı keçməməlidir. 2-ci, 3-cü siniflərdə bu müddət saat yarım, 4, 5 və 6-cı siniflərdə 2 saat olmalı, 11-ci siniflərdə isə ümumilikdə 4 saat ötməməlidir. Dərsliklərin çətin olmasının ağır bir vəziyyətə gətirib çıxarmasının əsas şərtlərindən də biri budur ki, ibtidai təhsil səviyyəsində oxuyan şagirdlərimiz gündə 1 saat, saat yarım ev tapşırığını etməli olduğu halda, hətta müəllimləri ilə, repetitorla 3 saat, 4 saat məşğul olmasına baxmayaraq, əlavə olaraq da evdə də 2-3 saat məşğul olmaq məcburiyyətindədir. Amma 10-11-ci sinifdə isə bu vaxt əlavə 8, 10, bəzən 11 saat, 12 saata qədər artır. Yəni, normadan ən azı 5-6 dəfə artır. Ekspertin fikrincə, uşaqlar əzbərləməyə deyil, anlamağa yönləndirilməlidir. Lakin hazırki vəziyyətdə çox vaxt məqsəd qiymət almağa, tapşırığı vaxtında bitirməyə çevrilir. Əsas səbəbləri dediyimiz kimi təhsil proqramlarının həddindən artıq çətin olması, əlçatan olmaması və eyni zamanda dərsliklərin isə çox belə mücərrəd formada yazılmasıdır, anlaqlı olmamasıdır. Nəticə etibarı ilə şagirdlərimiz həm fizioloji, həm psixoloji cəhətdən yüklənirlər, yorulurlar. Yaranmış problemi həll etmək üçün birinci növbədə təhsil proqramları yenilənməlidir və təhsil proqramları biz necə düşünürük elə yox, məhz elə şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq müəyyən edilməlidir. Mütəxəssislər məktəblərdə ev tapşırıqlarının həcminin azaldılmasının, daha çox yaradıcı və praktiki fəaliyyətlərə üstünlük verilməsinin düzgün olduğunu hesab edirlər. Belə ki, uşaqların düşünməsi, araşdırması, sevərək öyrənməsi üçün şərait yaradılmalıdır. Ayşən Sərdar qızı, Cəfər Qasımov, Xəbər Ertəsi.